Məşhur həkimlər bir-birini niyə təhqir etdi? Son günlər səhiyyə sektorunda icbari tibbi sığortanın icrası ilə bağlı ciddi mübahisələr yaranıb. Bir çox həkimlər və xəstələr xəstəxanalara göndərişlərin ədalətli olmamasından, xəstələrin öz seçimi ilə getdiyi həkimdə müalicə ala bilməməsindən, göndərişlərin bəzi məhdud sayda klinikalara yönləndirilməsindən danışırlar. Sağlam TV xəbər verir ki, yeni klinikanın direktoru Barat Yusifov sosial şəbəkədə həmkarlarına qarşı sərt ifadələr işlədib. Görəsən bu sərt ifadələr nədən irəli gəlib? Buna səbəb Bakı Post AZ saytında yayımlanan və səhiyyə sistemindəki bəzi problemləri gündəmə gətirən xəstələr niyə eyni klinikalara yönləndirilir? İnfantil səhiyyənin səbəbkarları adlı məqalə olub. Sözgedən məqalə Baku Medical Plaza'nın baş həkimi Elxan Bəşirov, Medilent Hospitalın direktoru Qulam Rüstəmzadə, invaziv kardioloq Vüqar Zamanov və digər tanınmış həkimlər tərəfindən paylaşılıb. Bunun ardından isə Barat Yusifov öz Facebook hesabında buna sərt reaksiya verib. Barat Yusifov, bir həkimin şər və böhtanı tirajlaması şərəfsizlikdir. Barat Yusifov öz Facebook statusunda belə yazıb. Bir jurnalistin nə yazmağına heç vaxt əhəmiyyət verməmişəm. Onun işi yazmaqdır. Doğru yazarsa mükafatını alacaq. Yalan yazarsa ya bu dünyada ya da o dünyada cəzasını çəkəcək. Amma bir həkimin həqiqəti əks etdirməyən, yalnız ehtimallara əsaslanan şər və böhtanı tirajlaması bu artıq şərəfsizlikdir. Barat Yusifovun bu açıqlamaları həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Onun reaksiyasını məqalədə ifşa olunması ilə əlaqələndirənlər olub. Hətta Baratı biraz çox edib dedilər. İnvaziv kardioloq Vüqar Zamanov, ən böyük şərəfsizlik budur. İlk sərt cavab invaziv kardioloq Vüqar Zamanovdan gəlib. O, Barat Yusifovu birbaşa ittiham edib. Vüqar Zamanov belə yazıb. Ən böyük problem tutduğu postdan, oturduğu kreslodan istifadə edərək kurasiyasında olan bəzi özəl xəstəxanalara məcburi göndərmələrdir. Bu, birbaşa dövlətin milyonlarla manat ayırdığı sığorta sisteminə, digər özəl xəstəxanaların sağlam rəqabətinə xəyanətdir. Təsəvvür edin, 103 təcili yardım xidməti infarkt keçirən xəstəni məcburi olaraq filankəsin kurasiyasında olan bir yerə aparır. Buna özüm şahidəm. Məncə ən böyük şərəfsizlik elə budur. Məsələyə Medilent Hospitalın direktoru Qulam Rüstəmzadə də münasibət bildirib və Barat Yusifovu səhiyyə makleri adlandıraraq sərt ittihamlar səsləndirib. Bir səhiyyə makleri bir həkimə şərəfdən danışırsa, demək ki, həddini aşıb. Klinikaların adlarının hallanması doğru sayılmaz. Çünki hər bir klinikada sözün əsl mənasında hoca adlana biləcək ixtisasçılar var. Amma bu mövzuda yaxın keçmişdə Kobiya təşkilatçılığı ilə icbari tibbi sığorta, Səhiyyə Nazirliyi, Anti-İnhisar Xidməti və digər dövlət qurumlarının iştirakı ilə dəyirmi masa keçirilibsə, demək ki, orada toplaşanlar boşbekar adamlar imiş. Əgər bugün sığorta tibbinin bütün prinsipləri kökündən təhrif olunursa, miokard infarktı keçirmiş birisi, infarkt və ya insult keçirmiş xəstə sənət arxasınca şəhəri dolaşırsa, bu xəstənin yönləndirilməsini biznesə çevirənlər ən dırnaqarası şərəflilərdir. Müzakirələr davam edir. Bu açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər səhiyyədəki bu problemlərin ciddi araşdırılmalı olduğunu bildirib. Digərləri isə qalmaqalın peşəkar müstəvidən kənara çıxdığını düşünür. Hələ ki, Barat Yusifov bu sərt ittihamlara cavab verməyib. Mübahisənin rəsmi səviyyədə hansı nəticələr doğuracağını və səhiyyə qurumlarının bu məsələyə münasibətinin necə olacağı isə maraqla gözlənilir. Eyni zamanda məqaləni yayan saytın Barat Yusifovun açdığı təhqir yağışına cavabı da yəqin özünü çox gözlətməyəcək. Bu arada məlumat üçün xatırladaq ki, qalmaqaldan 2 gün sonra yeni klinikanın İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Nuridə Allahyarova öz işindən ayrılıb. Bu istefanın sözgedən olayla əlaqəsi barədə heç nə bilmirik və heç nə deyə bilmərik. Amma maraqlıdır. Görəsən səhiyyə işçiləri arasında başlanan bu söz davası hansı nəticələrə səbəb olacaq?